Bəzən sürücülər Yusif Səfərov küçəsində radara düşməklərlə bağlı və ya digər küçələrdə radara düşməklə bağlı mənə suallar verir. Suallara yeri gəlmişkən 65-155-ə zəng edərək mənə birbaşa ünvanlaya bilərsiniz və ya 8155-ə bütün mobil operatorlardan SMS yaza bilərsiniz. Sözüm onda yox. Əsasən Yusif Səfərov küçəsində biz bugün danışacağıq. Yusuf Səfərov küçəsində Azərqaz İstehsalat Birliyinin qarşısında bir radar var. MMX radardır. Həmin radara düşən sürücülər hər zaman şikayət edirlər ki, mən oranı 50 ilə getmişəm, amma mənə 80 sürət yazıblar və ya 60 ilə getmişəm, 80 sürət yazıblar. Biz həmin küçədə məqsədli olaraq nəqliyyat vasitəmizi bir qədər sürətli hərəkət etdik ki, görəsən bizə həmin radarın düzgün işləyib işləməməklə bağlı sertifikat təqdim edəcəklərmi? Bugünkü verilişdə radara necə düşürlər və bu necə rəsmiləşdirilməlidir, biləcəksiniz. Yusif Səfərov küçəsində hərəkət sürətini aşmışsınızsa, sizə ünvanınıza rəsmi bildiriş gəlməlidir. İnzibati Xətalar Məcəlləsinin 370-ci maddəsinə əsasən rəsmi bildiriş, e-mail, SMS vasitəsilə ola bilər. Həmçinin sizə rəsmi bildiriş göndərildikdən sonra telefonla rəsmi qaydada bildirişin tərkibi haqqında xəbər vermək hüququna malikdir. Bu, yol polisinin vəzifəsidir. Sizə bildiriş gəldikdən sonra isə siz 10 gün ərzində Dövlət Yol Polisi əməkdaşının dediyi ünvana yaxınlaşmalısınız. Əgər siz 10 gün ərzində yaxınlaşmasanız, 410-1-ci maddə, bu İnzibati Xətalar Məcəlləsidir, sizə elektron qaydada protokol tərtib olunur, bu sistemə daxil olunur və sizin ünvanınıza rəsmi protokol, bildiriş və radarın göstəriciləri gəlir. İndi isə keçək radarın göstəricilərinə. Yusif Səfərov küçəsində biz məqsədli surətdə hərəkət qaydalarını 20 kilometrə qədər açdıq ki, görək bizə protokol tərtib olunacaq yoxsa yox və bizim düşdüyümüz radarın sertifikatı varmı? Bütün bunları yoxlamaq üçün qaydaları pozduq və bizə 3 sənəd təqdim olundu. İlk sənəd bizim radara düşməyimizlə bağlı olan sənəddir ki, burada radarın nömrəsi 745-dir. Hərəkət sürətini neçə kilometr aşmışsaq o, həmçinin hansı küçədə yerləşir və 3 dənə şəkil var. Gördüyümüz kimi burada radarın 3 şəkli var və burada görsənilən xətlər bizim radarın çəkdiyi təsir dairəsidir. Yəni biz bu təsir dairəsinə daxil olanda hərəkət sürətimiz neçə olub, o da göstərilir. İlk şəkildə biz bir qədər uzaqdan göstərmişik, yəni radarın birinci təsir dairəsinə daxil olmuşuq. Görürsünüz ki, ətrafda maşın yoxdur. Biz hərəkət zolağının 3-cü zolağındayıq. İkinci şəkildə biz radarın ikinci təsir dairəsinə daxil olmuşuq. Üçüncü şəkildə isə nəqliyyat vasitəmizi tam yaxından çəkiblər. Bu da Chevrolet avtomobilidir. Nömrəmizi və hərəkət sürətimiz nə qədərdir, o da qeyd olunur. Xatırladım ki, bu radarın özünün bir sertifikatı var. Bu sertifikat nədir? Məsələn, o nömrəsi bax burada qeyd olunub, hansı tarixə qədər etibarlıdır. Həmçinin o sertifikatı da mən sizə göstərəcəm. Bu isə Yusif Səfərov küçəsində yerləşən radarın sertifikatı. 2013-cü il 11 mart tarixində bu radara sertifikat verilib və bu radarın adı da qeyd olunub. Məsələn, Telefunken Security Systems, bu Almaniyanın radarıdır. Deməli, ölçmə vasitələrinin dövlət reyestrinə 2971-2013 nömrə ilə qeydiyyata alınıb Azərbaycan Respublikasının tətbiq edilməsinə icazə verilib bu radarın. Bunun ölçmə vasitəsinin tipinin təsdiq edilməsi haqqında sertifikatdır. 2013-cü ildə təsdiq olunub, keçərlidir 11 mart 2018-ci ilə qədər. Yəni 5 illik sertifikat vaxtı var. Lakin bu sertifikatın həmçinin əlavəsi də var ki, əlavə nədən ibarətdir onu da qeyd edeyim. Əlavədə bu radar hansı tipə aiddir və nə ölçür, necə ölçür, onlar da həmin əlavədə qeyd olunub. Dediyim odur ki, əgər siz Yusif Səfərov küçəsində həqiqətən 50 ilə getmişsinizsə və əlimizdə sertifikatı olan radarda siz 80 neçə ilə sürətə düşmüşsünüzsə, bu zaman sizin həmin radardan və nəticələrindən şikayət etmək hüququnuz var. Məsələn, biz özümüz qaydanı pozduq ki, bizə bu protokol gələcək yoxsa yox. Yəni əslində biz ora 60 ilə getsəydik, təbii ki biz bunu çəkə bilməyəcəyik, çünki bizə hər hansı bir material gəlməyəcək. Lakin biz 60 olan yolu 83 ilə hərəkət sürətini aşdıq ki, bizə bu sənədlər gəlsin ki, verilişi çəkməyə materialımız olsun. Beləliklə, bu sənədlər olduqdan sonra sizə inzibati protokol tərtib olunmalıdır.
Beləliklə, ünvanınıza 370-ci maddə ilə əlaqədar bildiriş gəlməlidir. 10 gün ərzində siz bildirişə cavab verməlisiniz. Əgər siz 10 gün ərzində bildirişə cavab vermədinizsə, bu zaman nə baş verir? İnzibati Xətalar Məcəlləsinin 410-1 bayaq dediyim kimi elektron qaydada sizə protokol tərtib oluna bilər və bu sistemə salına bilər. Siz ona görə cəriməni mütləq surətdə ödəməlisiniz. Bir ay ərzində cəriməni ödəməsəz, artıq günə 2% 90 gün ərzində sizə faiz hesablanacaq, dəbbə pulu hesablanacaq. 2 ay ərzində siz cəriməni ödəməsəniz, bu zaman sizə nəqliyyat vasitəsinə, idarə etdiyiniz nəqliyyat vasitəsinə saxlama əmri verilir, yəni nəqliyyat vasitəsi saxlanılır. 3 ay ərzində sizə yazılmış cəriməni ödəməsəz, bu zaman sizin haqqınızda tədbir görüləcək. Bu tədbir nədən ibarətdir? 6 aydan 1 ilə qədər sürücülük hüququnuz məhdudlaşdırılır. Beləliklə, siz radara düşürsünüzsə, sizə bax bu cür formada inzibati protokol yazılmalıdır. Bu inzibati protokol 3 hissədən ibarətdir. Birinci hissədə sizin pozduğunuz qayda pozuntusu, onun açması yazılır. Siz bura qol çəkirsiniz, hansı sənədləri vermişsiniz, hansı sənədləri geri almışsınız. 2 hissə isə bu ödəniş qəbzi, 3-cü hissə isə müvəqqəti icazə vərəqəsidir. Bəzən sual verilir ki, inzibati protokolda müvəqqəti icazə vərəqəsi yeri nə yerdir? Məsələn, siz bir inzibati xətayı etmişsiniz. Bu inzibati xətanı edəndə sizin balınız 12 və daha çox olunur. Bu zaman sizin sürücülük vəsiqəniz alınır və sizə 1 aylıq müvəqqəti icazə vərəqəsi verilir ki, nəqliyyat vasitəsini idarə etsiniz. Ola bilər ki, məsələn üçün, siz nəqliyyat vasitəsini 1 ay ərzində idarə etdiyiniz halda protokoldan şikayət edəsiniz və ya həmin o balı sildirəsiniz. Bax, bunun üçün müvəqqəti icazə vərəqəsi verilir. Bütün hallarda Yusif Səfərov küçəsində olan radarın göstərici ilə bağlı bizə sertifikat Dövlət Yol Polisi tərəfindən təqdim olunub. Əgər sizin də şübhəniz varsa, şikayət edə bilərsiniz.